Hamınıza salam aleykum dostlar. Nə tərsin ümid edirəm ki, yaxşısınız. Bugün sizinlə birlikdə Brawl Stars'da qardaşımın hesabını tanıtıram. Mən axırıncı videoda baxın özümün hesabını tanıtmışdım. Ay bilə bu nədir? Heç nə. Baxın buydu. İzlə nədir? Bunu şu an savaşmıyor. Profilə. Baxın bu hesab mənim hesabımdır. Bu əsl hesabım Azad. 30.890 kupayım. Özümün hesabını tanıtmışdım və bu videoda demişdim ki, bəlkə qardaşım hesabını sonraki videoda qardaşım hesabını da tanıtaram. Hələ o video qardaşım hesabına baxın bu profilini göstərmişdim. İndi isə qardaşım hesabını bugünkü videoda tanıtırıq. Deməli oyunda 101 karakter var, 100 dənəsi var. Bir dənə bu evi yoxdur. Bunlardan sonra şöhrətə gəlir. Və oyuna bir dənə də yeni bir karakter daha gəlir. Bir dəqiqə. Deməyən 5 gündən sonra 5 gün 1 saat, yəni qısaca 5 gündə demək olar. Yəni gələn həftənin siz neçənci gündə düşür? 4-cü gündür də. Gələn həftənin 2-ci günə düşür, 2-ci günə. 2-ci gün gəlir bu karakter. Gələn həftənin 2-ci günə, 3-cü gün bu gəlir də. Başa düşdünüz. Nəysə keçək videomuza. Bəli, hesabını tanıdıq sıfırdan. Şeylə kostümlər bunlardır. Nitada bunlardır. Oyun bu kostümlər dostlar yəni yoxdur. Əgər bilmişsə deyim, bura gətiribdi oyun o kostümləri. Hər gündə kostümləri bura sırayla bir-bir gətirir. Bu yeni marketin gəlməsi biraz pis oldu. Nəyə görə? Çünki bunlarla mücəffərlə istədiyimiz kostümlər cəb ala bilərik. Amma bu yeni marketdən sonra gərək marketdə olan kostümləri alasın. Colt kostüm qardaşımda dəhşət çoxdur da. Elə hamısı var, təcə mega yoxdur. Baxın, bu var. Yəni ağza gələn hər şey var da. Colt maymun var, işıq bu. Bu həm qara Colt, həm ağ Colt. Nəysə, bu qışanıb. Nə bu yox. Bu qışanıb. Mənə deyir ki, hesab tanıtımda heç nə yəni başqa şeylər quşanma. Mən də quşanmışam onları. Burada bu da gizəmli kostüm var. Brock'da bağışlayın dostlar. Haskırdım. Brock'da bu var. Yeni kesin Brock. Bu old Brock'da bu. Sonra Table Brock. Hacker Brock var. Super Ranger Brock ve Super Ranger Brock sarı. Ama yok siyahımız sarını kuşanmışıq. El Primo bulardı. Barley bulardı. Barley. Elə bunu kuşandım mavi. Poco da çoxdur. Məndə də Poco çox idi, sizə göstərmişdim. Həbəşə, amma bunda daha yox. Bunda gizamlı kostüm yoxdur. Çünki də Poco kostümlər bir-birimizə demək olar ki, yaxındır. Deyək ki, bu niyə quşanmayıb? Nəysə, bunun quşansına təşkil elə. Keçi Dynamite. Bunun quşanıb Tengu Mike. Belədir, tik 8 bitdə piano var, mələk var da bu. Rico'da da çox kostüm var, Brawl Pass Plus kostüm var. Daryl kostüm bunlarda, Darly, yəni Daryl da demək, Daryl. Burada bu niyə quşanmır gözən? Gizəm, yəqin bilməyib deyə məncə quşanmaz. Amma hələ bunu quşanmışam. Nəsə sizə deyərəm gizəm kostümdür. Karl belədir. Jackie belədir. Qas belədir. Bunu quşanıb. Boda şaxtı var boda. Ems belədir. Ems. Stu da Brawl Pass Plus kostümünü alıbdır. Bu var. Poz verilən Piper fulləyibdir. Pam'i belədir. Pam. Frank'i də fulləyib. Frank'də də yaxşı kostümlər var. Məsələn, bu da var. Bu gizəmli kostümdə gizəmliyən ən yaxşı kostüm budur gizəmli olduğuna görə. Ən bahalı da elə. Amma ben quşanmışam, məncə bu yaxşıdır. Bu da destansıdır da. Bu elmasını alıb, bu Bodyguard BB. Bir də belədir. Qardaşımın özü də 9 yaşı var. 9 yaşında 100 karakter. Məncə yaxşıdır. Griffin də Brawl Pass Plus'ı var hələ. Maşallah ya qaqa.
Hər şey alıb var. Bu da var. Oxşanaq. Qram yoxdur. Qram fulli amma kostyum yoxdur. Məncə almalıdır onu mütləq. Yəni mütləq yox, yəni mən olsam alaram. Amma destansı kostyumlar oradan gedib də. Amma bax marketdə bir dənə kostyum gəlmiş qram, amma o kostyum pisdir. Tavşan qram, dovşan. Burada bu sushi, məncə sushi daha yaxşıdır. Kobra Lola, daha yaxşısıdır elə. Sam aycıq, bir də katil palyaço Sam var. Mandy Brawl Pass'ini alıbdı Mandy'nin. Bu da zordur, amma bunu quşanıb. Mən olsam bunu quşanaram, bu rəngi sarı çox xoşdur, amma bunu quşanam belə. Maisie belədir. Punk Spicer Funk var. Pearl belədir. Lerina Lover elə yaxşıdır, çox yaxşıdır özdə. Angela'nın da Brawl Pass Plus'ını alıb. Amma full deyil Angela. Brawl Pass Plus kostyumu alan karakterlərin heç biri full deyil ki, onlar bir fulliyə. Berry belədir. Shade belə, Meeple var, 7 səviyyə belə. Trunka belə, pulsuz veriblər bu kostyumu. Mortis belə. Onu deyəsən efsane evdən çıxarmış. Sushi Tara, bu Sushi Tara'nı düz keçən ildən çıxarmışıq dostlar. Bu Taranı sushi etkinliyi gəldiyi vaxtdan almışıq. Yəni günlüklərə bəzən sushi gələndə yoxdur. Elə bir keçən illərim aprel, mayda almışdım. Yəni keçən il bu vaxtlar almışdım. Keçən il mayın 1 almışdım. Yəni qısaca birsin keçən ildə, yəni birsin mayın 1-də axı. Yəni keçən il mayın 1 almışdım 2025. Cin kostyumları, yəni başa düşdüyünüz elə hamısı var, hamısı. Cin hamısı var, ən yaxşı elə hamısı var. Oxşanıbdır. Nəsə dostlar göstərdim, belədir cin. Videolarda daha inanırım. Başlayın, çünki qardaşım çəkmişdi ki, günlüklərlə baxacaq. Günlüklər bir tür ona başa salanmadım. İndi başa saldım, dedim 12-də olacaq, 10:58 saat, yəni 11-ə qalıb. Yəni elə 11-dir. Yəni 1 saatdan sonra gələcək. Mənim gün saat 3-də 15:00-da hazırlığım var, az dili, yəni Azərbaycan dili. 5-də də bitir, axşam tərəf 5-də. Oba, bunda da dostlar baxın, mənim kimi Squeak'ın bütün kostyumları yoxdur, biri yoxdur. O da potato, kartof. Amma məndə hamısı var, göstərir elə YouTube'a atmışdım mən. Bu belədir, elə da yaxşı kostyumlar, bir dənə çizgi film kostyumu da var. Ruffs belədir, məndə də var bu Ruffs. Bazılar belədir. Mən olsam bunu quşanaram, amma niyə bunu quşanıb? Həsəyin xoşuna gəl falan filan, özü istəyi ilə bağlıdır. Burada var balka var fərq. Yəni, ən sevdiyim mənim ikinci fən kostyumudur bu. Otis belədir, Bastır da belədir. Bu belədir, bunu göstərəcəm belədir. Artidə yoxdur, Rıtı Artidə. Willow belədir, Dog. Elə qardaşımın ən sevdiyi gizəmlidir, göz üçün fulliyib və prestij eləyib. Chuck belədir, Charlie belə. Miko da belədir, Melody yoxdur. Lilimiz Brawl Pass Plus. Nə qədər Brawl Pass Plus alıb? Bu qutarsın, baxaq. Baxışın dostlar, yenə haskırdım. Clancy belədir, Moya belədir. Juju var belə. Oli, qəşəng, Oli'ni fulluyur ha. Oba, Oli fulluyur, elm altın çatır. 300 eşya alıb Oli fulluyur. Yəni bunu 100% bu gün fulluyacaq. Bu gün fulluyacaq onu. Baxın, Brawl Pass Plus Lumi də var. O nə qədər Brawl Pass Plus alıb? Qutarsın, gəlib baxaq profildən. Jayung belədir. Algrafya Alib da Lumi'dir. Ziggy var, Gigi. Glove, yəni Glowbird'dir bu da, bir həcəm bilərsiniz. Najia, Spike var, bir də Spike kostyum. Hiperi alıbdır şey olaraq. Buffy, amma full deyil. Təəssüflər olsun ki, full deyil. Crow'da da çox qəşəng kostyumlar var, fulluyub.
Quşanıb. Leon'da çox zor kostyumlar var və full Leon'da bu var, bu bir də bu təbii bunu da quşanıb. Sandy elə ən yaxşı kostyumu var. Hipnoz Sandy, efsanevi kostyum, yəni elə ən yaxşısıdır. Bunlar niyə almayıb amma? Qalxan zat əşya. Nəysə, yenə də almayacağam, sonra söhbələşər ki, mən Olini folyadı, filiyonu satın. Çünki o Olini folyamək istəyirdi ona görə. Madem ki, qalxan zat tərsən. Meg var, elə qardaşımın ən sevdiyi efsanevi və ikinci efsanevi Meg'dir. Bu prestij edir. Sonra iskelet var, bir də cin var. Cini quşamam, məncə bu iskelet daha yaxşıdır. Yəni, məncə iskeleti quşamam. Yəni, ya da cini özünə təşkil eləsin. Chester'dan, bunlar da Chester'da prestij olub, o 185 gətirib. İşte gəldik, bu da qardaşımın ən sevdiyi efsanevi Cardelius. Bu var. Elə bütün kostyumlar var, bu da var. Bu saf gümüş var, bu var. Elə Propes Pluslar var. Bircə dənə baxın, bu yoxdur. Bircə bu yoxdur. Bir efsanevi, bir dənə var efsanevi kostyum, amma onun başımıraq efsanevi kostyumları birikdirmirik ikimizdə. Yəni, demək olar ki, bütün kostyumlar var, bir dənə bu altın yoxdur. Çet belədir, yoxdur kostyum. Drakon ən zor, ən yaxşı kostyum var. Görücüdə 3 dənə bir-birindən bomba kostyumlar qonşandı. Balkavacallar bayramında gəlmişdi. Bunda Cəsur Pierce, məncə bu daha yaxşıdır. Kaja yoxdur, Olise nə idi saçdım. Bu da 7 səviyyəli bir karakter, 575 kupa. Nətər yala. Çox qəribədir. Zafar çox qəribədir və Bibinin 1000 kupa eləyər yəqin. Nəsə kəsə profillərinə. Yəni 100 karakter 37.000 kupada, yəni məncə bir çox qəribədir. 37.000 kupada olan adamlar 100 yox, 80, 70 karakter, 60 zad olur. 60 yox da 80, 70 falan olar. 60 da bəzi olanlar var. Amma bunun 37.000 kupada 100 karakter bir də öz şöhrətə gəlir. Yəni məncə çox qəribə bir şeydir, adı da belədir. Profillərimiz belədir, qardaşımın profilləri. Mən arada 9 ay oyunu buraxdım deyə 95 karakterim var öz hesabımda. Allah bilir, mən o 9 ay buraxmasaydım, indi Poluna ay şöhrəti ya da dünya şöhrəti 3 zad idim da. Yəni buraxdığıma peşmanım, mən o vaxt da buraxsaydım. Free Fire oynayırdıq, hələ Free Fire videoları da atırdım. Bu kanalın ilk videosu olan vaxtları mən Brawl Stars buraxmışdım da. İlk Free Fire videosuydu bu kanalın ilk videosu. Şifalat göstərimdə mən yalıq ki göstərəməyəblərə. Bunlar içində sushi ait qoyub, sushi yəni hədə keçən gün etkinliyyət qoyub, bunu bu qoyub. İndi gəldik bura, oy maşallah. Bu şeyin de 100% Edgar'ın, bunu bilmirəm, teknik dəstək. Şeydir, Megindir, Fang'indir, hər işdə usta, yadımdan çıxıb. Hər işdə usta hansı ola bilər, qaqabdan baxın buradan. Məncə Chester'dir, hər işdə usta, Chester. Bir dənə dedim də, o Chester'ın da hər işdə usta. Sosis sazı Dagın'da, Toxic'də, Cardelius'unda, Rip. Bunu 2025 ayda pulsuz vermişdilər. İndi baxın, neçədən Brawl Pass Plus alıb onu göstərirəm. 1. Zihni Hırsızı, 2. Klanında var, 3. Suç Lideri, 4. Sevgililer Günü, 5. Comfort Anası, 6 da Mitoloji. Deməli dostlar, qardaşım indiyə qədər vahşi hesabımda 6 Brawl Pass alıb, olsun da Plus alıb, Plus. Yəni 20 manatı buna verib qoyub da, yəni. Bəzən yüksəldə bilər, amma yüksəlmir. Bu yaxşı Brawl Pass alıb, amma bu yaxşı artıq bundan verirlər. Başım rəsidir olsun. Qardaşım ləsiz şeylər alıb. Nə ola bilər? Aa, yox, 2 dənə deyir. Crafting Hyperbofisi. Neyse, işte dostlar.
Bugünlük videomuzun dəndəmi var ki də artıq sonuna gəlirəm yavaş-yavaş. Sonlarına gəlib dəqiqə. Və sizə dostlar, bir dənə özümün bir dənə hesabım var. Onun üstündən qardaşım mən bir dənə proqramdan məni favori eləyək. Niko var, bunda favorilik qohumumuzdur bizim o. Yusuf'u da favori eləyək. Bu da Məhədən dostumuz. Bu da həmin o Yusuf'un yan hesabıdır. Baxın, bu da mənim yan hesabımdır. Azat Baba Pro 31. Deməli, hesab 2950 skor. Yəni, 3000 kupadır. 3000 kupada 43 karakteri var da. Ya, çox qəribədir bu hesab. 3000 kupada 43 karakter məncə həddindən çoxdur. Bu da qardaşımın yan hesabıdır. Bu da ki, 2771 37 karakteri var. Bunlar da başım bırax. Davetlər. Hə. Nəsə, kulübümüz də budur. Axırıncı kulübü demişdim də sizə. Hə, yer yoxdur maalesef ki kulübdən. 1 milyondur kulübümüz. Yəni, dostlar, da artıq videonun sonuna gətirməyə çalışdım və Bayern Münih PSG oyuna baxdınız. Yəni, mən o oyuna baxdım dostlar. Yəni, sonuna qədər baxdım. Mən elə bil ki, oyuna ürəyim diyana baxdım da. Macər Tucela tarixin ən zor oyunu, ən yaxşı oyunuydu. 1-0 üzürdük öz stadımızda. Dedim ki, indi bunlar gəlib bizə indi nə udar falan filan, amma penaldan atmışdı. Sonra Xorasqaya Şəmkirli balası, yəni Gürcüstanlıdır, amma Şəmkirdə olub da uşağında falan filan. Nəsə xəbərsən Şəmkir Azərbaycanda olub, Şəmkirdə falan filan. Elə mən də Şəmkirliyəm. Yəni bilirəm da onu, nəysə. Yəni o qol atdı, 1-1 oldu. Sonra isə Juan Evsaners kəllə qol atdı, onda elə pis qışqırdım, comeback elədikdə geri dönüş 2-1 oldu. Sonra onlardan Michael Ollis atdı. Hamı deyə onun qoluna zor idi falan filan. O Cındırın qolu birincisi dibdən atıb, dibə girib, penal nöqtəsindən də dibə girib. İkisi qabağı boşdur, özü qapıya hazır qapısını yəsən, daş kimi atır topu 90-a düz dibdən. Bərşat, yəni mən olsam tutanmazdım. Yəni kim olsa tutanmazdı onu. Çox dibdən atmışdı onu. Sən get orada donlarımı yaşınızadı sal. Yəni 2-2 oldu. İlk yarın sonlarında mən da dostlar oyun bitmişdi. Mən belə bilmək sımam gəlmişdi. Saxladım ilk hissədə 15 dəqiqədə, 15 dəqiqə tezdim. Bir də görürəm ki, penaltı Zakar Talibdə. Bax, vecmə dalmadım. Eləyirəm falan. Şalvarlar çəkib getdim. Oyuna baxım. Görüm penal verilib. Təmiz Davisin əlinə deyir penal zat deyil. Cındır uğraşa baxır. Penal zat deyir. Sonra isə atdıq bir dənə biz gol, Dembelə penalti qolu. Xəvərəsəli atacaqdı, amma Cındır Dembelə qoymadı. Deyir ki, mən atım falan filan. Yəni Dembelə atdı və 3-2 oldu. 3-2 durduq. İlk isə yaxşı bitdi biraz. Və ikinci isə dostlar əla başladıq da, düzün deyək ki. Deməli ki, nə idi onun adı? Xvarasxeliyə hakimi uzatdı. Hakimi verdi. Orada toqquşdu oyuncular. Bu də Xvarasxeliyə də göldən yapışdırdı qapıya 4-2 oldu. Dərkən də qışqırmadım, amma çox sevindim. Sonra o 56-cı dəqiqədə atdı Xvarasxeliyə qolu. 58-ci dəqiqədə isə, yəni ondan 2 dəqiqə sonra Desire Doué gəldi, verdi Dembeleyə. Dembele yaxından, yəni çox da yaxın, yəni normal bir yerdə idi. Yavaşdan vurdu, Pomekon açıqlasından çəkib direktdən qol oldu. Onda elə qışqırdım ki, 5-2 falan filan dedi ki, deyirdim ki, biz finaldayıq zat. PSG finalda zat, amma dilimə soxum elə dedim. Amma çox şoka düşdüm. Bax 2 dəqiqə 2 qol atdı da PSG. 56-cı dəqiqədə, 58-ci dəqiqədə. Sonra onlarda kimmiş orta açdı, Upamecano vurdu. Xiyar Safonov tutanmadı. Xiyardır. Onu tutanmayan qapıçıya nə deyim. 5-3 oldu. Sonra Luis Diaz gəldi, 5-4 oldu. Elə bilim offside olmadı. Qorxdum ki, indi bunlar comeback atacaq. Və o sona qədər PSG müdafiə elədi. Sonra oyuna başqa oyuncular da girdi.
Cirbəsər Luis Enrique gedir, Xvaranın yerinə Maylon salır, Duenin yerinə Barkolanı salır. Barkolanı bildim, Barkola indi yaxşıdır da, yaxşı oynayır. Nuno Mendezin yəni sən Lucas Hernandez hansı məntiqlə salırsan da? Nəysə dostlar, rövanş oyunu Almaniyada olacaq. Düzünü deyim, uduzma şansımız biraz çoxdur. Həddindən artıq biraz çoxdur, düzünü deyim. 160 uduza bilərik. Amma mən yenə də sonuna qədər bu PSG-ni, şerinsini olan bu PSG-ni tutacağım, bu PSG komandasını. Sona qədər tutacağım bu PSG-ni. Yəni, mən də fikirləşmirəm udacağımızı. Yəni, Almaniyada olsa da yenə udacağım fikirləşirəm. Zato ilk oyunu udmuşuq. Və mənim təxminimcə, mənim fikrimcə, siz dostlar, sizə deyim də nətər olsa, əgər PSG utsa da fisyo, PSG də finaldadır. Əgər bərabərə qalsalar, yenə də PSG finaldadır. Əgər PSG utsa da finaldadır, bərabərə qalsa da finaldadır. Amma PSG bir fərqlə uduzsa, yəni Bayern Münih utsa uzatmaya girəcək, amma Bayern Münih 2 fərqlə utsa, yəni 4-2 falan filan sonra da PSG çıxır, Bayern gedəcək finala. Məncə finala PSG ilə Arsenal gedəcək, o da inşallah gəlir. Mənim ən çox ümidim o ki, PSG-nin bərabərə qalması ya da udması. Amma mənim ürəyimdə hissi var ki, PSG udacaqdır. Yəni gəlir mən səbirsizliklə 3-cü günü gözləyirəm, 3-cü gün. İkinci gündə bilinəcəkdə Arsenal Atletico-da kimin finala gedəcəyini. Nəysə dostlar, bugün çox danışdıq. Bugünkü videomuz bura qədərdir. Sağ olun, özünüzə yaxşı baxın. Sonrakı videoda görüşərik.